Salam, bu dərsimizdə atomun tərkibi haqqında məlumat verəcəm. Atomun tərkibinə diqqətlə baxsaq, biz orada proton, neytron, elektron hissəciklərini görə bilərik. Bəs bunlar harada yerləşir? Baxın, hər hansısa bir X elementi götürsəm, X elementində onun proton sayı sol aşağı küncdə, neytron sayı ondan yuxarıda, yəni ortada, nisbi atom kütləsi isə sol yuxarı küncdə yerləşir. Sağda isə elektron sayını qeyd edə bilərik. Baxın, bu müsbət və yaxud da mənfi yüklü ion deyil. Sadəcə atom şəklində verilib və proton sayı elektron sayına bərabər olacaq. Gəlin hər hansı bir elementi götürək. Tutaq ki, götürdüyümüz element maqneziumdur. Maqneziumun bizə deyir ki, proton sayı, baxın, proton sayına həm sıra nömrəsi, həm də nüvə yükü deyilir. Proton sayı 12-dir. Nisbi atom kütləsi, yəni A-iri 24-ə bərabərdir. İndi biz necə yerləşdirməliyik? 12-ni gətirib yerləşdiririk sol aşağı küncdə. Nisbi atom kütləsini sol yuxarı küncdə yerləşdiririk. Burada ionun yükü ya mənfi, müsbət olmadığına görə sıfıra bərabərdirsə neytral atomdur. Bu zaman 12 proton var və 12 elektronumuz olacaq. İndi baxaq digər şəklimizə. Burada baxın, yazmışıq hər hansı bir X elementi. Yenə proton, neytron, nisbi atom kütləsi və elektron. Yaxşı, bəs biz neytronu necə tapırdıq? Baxın, A-ir bərabərdir proton və neytronun cəminə. Biz gətirib burada yerinə qoyaq. A-irin yerinə 24 yazıram. Protonun yerinə 12 yazıram. Neytron bilmirəm nə qədərdir. Yəni 24 bərabərdir. 12 üstə gəl neytron. Onda neytronu tapsaq necə olacaq? 24-dən 12-ni çıxıb tapırıq buradan 12. Bizim neytron sayımız 12-yə bərabər oldu. Sonra tutaq ki, bizə verilib azot. Azotun deyir ki, protonu 7-yə bərabərdir. Nisbi atom kütləsi 14-ə bərabərdir. Neytron sayını hesablayın. Proton harda yazıldı? Sol aşağı küncdə. Nisbi atom kütləsi hardadır? Sol yuxarıda. Neytron sayı nə qədər olacaq? Bilmirəm. Neytron tapmaq üçün nə etməliydik? Baxın, nisbi atom kütləsindən nəyə çıxmalıyıq? Proton sayına çıxmalıyıq. Bu zaman neytron nəyə bərabər oldu? 14 çıx 7 bərabərdir 7. Yəqin ki, bizə aydın oldu. Gəlin indi buradakı tapşırıqlara bir də nəzər yetirək. Baxın, hidrogen verilib. Hidrogenin proton sayını harda yazmalıyıq? Sol aşağı küncdə. Nisbi atom kütləsi harda yazılır? Yuxarıda. Neytronu soruşur bizdən. Neytron nəyə bərabər olacaq? 1 çıx 1, 0-a. Özü bizə verib. Gəlin heliumu birlikdə hesablayaq. Proton sayı nə qədərdir? 2. Nisbi atom kütləsi nə qədərdir? 4. Neytron sayı nəyə bərabər olar? 4 çıx 2, 2-yə. Karbon. Nə qədərdir protonu? 6. Nisbi atom kütləsi 12. Neytron tapanda nə olacaq? 12-dən 6-nı çıxdım, 6. Gəlin oksigeni. 5 saniyə vaxt verirəm, özünüz tapın. Aha, burada proton sayı 8. Yuxarıda nisbi atom kütləsi 16. Neytronu soruşur. 16-dan 8 çıxıb 8 tapdınız. Aha, indi maqneziumu yazaq. Ümid edirəm ki, hər biriniz bitirmişsiniz artıq. Demək, protonum 12, nisbi atom kütləm 24, neytron neçə olacaq? 24-dən 12 çıxıb yazıram 12. Kükürdü yazıram. Proton 16, nisbi atom kütləsi 32, neytronu tapanda nisbi atom kütləsindən protonu çıxıram. Oldu 16. Kalsiyum. Proton 20, nisbi atom kütləsi 40, neytron nə qədər oldu? 40-dan 20 çıxdıq, 20. Dəmir. Dəmirin nisbi atom kütləsi 56, proton sayı 26, neytron sayı nəyə bərabər oldu? 56 çıx 26, 30. Bir nisbi atom kütləsi, neytron, proton sayı artıq burada verilmiş X elementimizin müsbət yükə malikdir. Yəni ion yükü müsbət 1-dir. Gəlin belə eləyək. Müsbət yüklü veribsə əgər, bu müsbət nə deməkdir? Yaxşı, yəni yaxşı əlamət. Bir insanın digərlərinə kömək etməsi. Bunu kral olaraq götürək. Kral nə edir? Öz xalqına kömək edir. Gəlin baxaq. Tutaq ki, biz hər hansısa bir element götürmüşük. Bu da olsun, tutaq ki, alüminium yenə götürək. Alüminium proton sayı 13-ə bərabərdir. İonun yükü
müsbət, burada 3 müsbət yazaq. 3 müsbətdir. Baxın, alüminiuma müsbət olduğuna görə yaxşı qəhrəman olaraq baxırıq. Yaxşı qəhrəman neylədir? Müsbət, kömək etmək, verməkdir. Demək ki, 13 idi. Tutaq ki, bunun 13 qələmi var idi, belə deyək. O, yaxşı bir insandır. 3 qələmini başqalarına verdi. Burada da qələm deyil, elektrondur. Yəni 13 idi. 13-dən artıq verdisə 3-ünü, azalıraq özündəki 13-dən 3-ünü çıxıb, burada elektron sayını 10 tapırıq. İndi gəlin bu şəklə baxaq. Baxın, burada natrium verilib. Fikir verin, nisbi atom kütləsi yuxarıda yazılan 23, proton sayı 11, ionun yükü müsbət 1, elektron necə tapıb? Natrium yazıb 11, ionun yükü müsbət verilib. Yəni müsbət, mənfi görsəz o 1 deməkdir. Baxın, indi natrium müsbət, ion yükü nə malikdir? Proton sayı 11-dir. Elektron tapanda nə etməliyəm? 11 dənə var idi. O 1 dənəsini verdi. Baxın, yaxşı insandır, yaxşı qəhrəmandır, insandır deyə deməyək, yaxşı qəhrəmandır. Ona görə nə edir? 1 dənəsini verir. 11 dənə var idi. Birini verəndən sonra qaldı 10. İndi gəlin bu hissəyə də diqqət edək. Baxın, alüminium yazanda protonum 13 olmuşdu, elektronum 10 olmuşdu. Dedik ki, bu yaxşı qəhrəmandır, kraldır və öz xəzinəsindən verdi. Verdiyi zaman azalma baş verəcək. Proton 13 idi, elektron oldu 10. İndi aralarındakı münasibətə baxsaq, görərik ki, 13 ondan böyükdür. Yəni, müsbət yüklüdə, kationda proton elektrondan böyük olur. Sonra keçək, baxın bu hissəyə. Mən bunu kral tacı şəklində hazırlamışam. Yəni, ikisinin üzərində demişəm ki, kral tacı olsun. Yəni, bu yaxşı bir qəhrəmandır, müsbət yüklüdür, mənfi yüklüdür. Mənfi yüklü deyəndə, misal üçün yazıram, kükürd 2 mənfi. Baxın, kükürdün proton sayı 16-ya bərabərdir. Bizə desə ki, elektron sayı nəyə bərabərdir? O artıq 2 mənfidir. Mənfi nədir? Alan, acgöz neyniyəcək? 2 dənəsini alacaq. 16-sı var idi. Ancaq alır, acgözdür. Burada artıq anion kimi qeyd edirik. Baxın, A hərfi alır, acgözdür. 16-sı var idi. 2 dənə də aldı. Bu zaman neçə olacaq? 16 üstə gəldik ki, oldu 18. Və yaxud da başqa birini deyək. Nə deyim mən sizə? Tutaq ki, baxın, burada xlor verilib deyəsən. Xlor proton sayı 17-yə bərabərdir. İon yükü mənfi 1-dir, 1 mənfidir daha doğrusu. Elektron sayı nəyə bərabər olar? Baxın, 1 mənfi. Mənfi nə idi? Aniona aid idi. Anion A hərfi ilə başlamışdı. Alır, acgözdür, gözü doymayıb. 17 dənə var idi. 1 dənəsini də aldı. Oldu nə? 17 üstə gəl 1, 18. Gəlin yenə proton, elektron arasındakı asılılığa baxaq. Burada bizim protonumuz 16-ya bərabər idi. Elektronu nə qədər tapmışıq? 18. Mənfi yüklü ionda elektron sayı proton sayından böyük oldu. Ancaq əgər biz neytral atom götürmüşüksə, yəni ionun yükü 0-a bərabərdirsə, o zaman elektron protona bərabər olacaq. Yəni, burada baxaq, proton 17-dir, elektronumuz 18-dir, proton kiçikdir, 18 yazırıq. Və yaxud da dedik ki, bayaqki kimi, misal üçün yazaq natrium, tutaq ki, bu dəfə 11 yazmışam, 0-dır, yəni atom şəklində verilib, bu ion deyil. Onda elektron sayı nəyə bərabər olacaq? Heç nə vermədi, heç nə qəbul etmədi, ona görə elə 11 kimi qalır. Protonum 11 idi, elektronum da 11 kimi qaldı. Onda proton bərabərdir elektrona deyə bilərik. Baxın, acgözdür. Sandığını alıb, əlində oturub, varıdır, yenidən üzərinə gətirir. Mənfi olanda anion acgözdür, aldı, müsbət olanda kraldır. Yardım eləyir, verdi. İndi gəlin, burada baxaq. Proton, elektron və yük münasibətləri. Birincidə natrium verilib, onu yazdıq. İkincidə magnezium verilib. Magneziuma fikir verin, proton sayı 12 qeyd edirəm. İon yükünü müsbət 2. Yəni 2 müsbət belə deyək, verdi. Elektronu tapanda nə olmalıydı? Dedik, nədir? Kation yoxsa anion? Kation nə idi? Yaxşı qəhrəman. Neyniyirdi? Kral idi. Kömək etməyi sevirdi. 12 dənə var idi. İkisini verdi. Elektron sayı nəyə bərabər oldu? 12 çıx 2 bərabərdir 10-a.
Sonra alüminiumu bayaq yazmışdım. Mənfi yüklü iyonlardan xloru yazmışıq. Burada fikir verin, oksigen verilib. Oksigeni oksit yazıb. Oksigeni yazıram. Onun iyon yükü 2 mənfi. Proton sayı 8. İndi elektron tapmaq istəyirəm. Mənfidirsə nədir? Ac gözdür alıb anion. Demək neyniyəcək? 8 dənəsi var idi. İkisini də aldı. Qəbul etdisə gəlib olacaq 10.